50 nəfər işləyir. Ondan silah dalı var da. Nəqliyyat vasitəsinin təmin olunur. Hamısı nəqliyyat vasitələri təmin olunur. Sonra yolları, hamısı öz işçilərimiz tərəfindən hamısı təşkil olunur. Özümüzün aparatda, siyahı ilə gündə hər bir dəfə yemək hazırlıq böyle salınır, biz bunları üzrə Bunlar növbə ilə qalırlar da orada. Hər növbədə nə qədər adam olur? Hər növbədə 10 nəfər. Hər növbədə 10 nəfər. 10 nəfər az deyil bu qədər çay kəndini topu tutan gün. İndi hal-hazırda bu vəziyyətlə əlaqədar olaraq 50 nəfərin hamısı qalır orada. Hal-hazırki vəziyyətlə əlaqədar 50 nəfərin hamısı qalır. Gecə gündüz? Gecə gündüz düzür istifadə olunur. Sürü qorunurlar. Bəli. Nə vaxta görürsə? Nə vaxta qədər baxaya olacaq indi bu sizin Nə vaxt bu ara işlər var axı. Bu məsələlər nə vaxta qədər sakitləşənə qədər bizim bir şey ben maraqlandırdım. Bunlar burada durduklarına göre maaş alırlar. Yoksa şehirde başka Yok, oradan bir gözümüz çıkardık getirmişik. Ancak onların vəzifəsi odur ki, suyun linyasını gözləsinlər. Göygöldən şəhərə qədər bütün linyanı gözləməlidirlər. Burada hele işlak var da ki, Bəli, var. suyu koruyanlar. Bəli, suyu qorumaq üçün bizdən bölməmiz var. Ama çok vəziyyətlə işləyirlər bu səbəblər. Gecə günü atışma, gecə günü vuruşma. O bütünə qədər təxminən onlara ermənilər hücum edib. Dəfələr. Neçə dəfə misal üçün, böyle bitimi de var. Ölüm itim olmuyor, yaralı olmuyor bizdə. Ancaq hər gecə biz atışma olur. Hər gecə. Elə bir gecə olmuyor ki, bizdə atışma olmasın. Sadəcə uşaqların yatdığı qazarmaya dəfələrlə güllə atıblar, güllələri çıxartmışlar. Şifrləri qırıqlayıblar. Sonra uşaqlara yolda keçəndə güllə atıblar, dəfələrdən güllələyiblər. Amma uşaqlar yaxşıdırlar, bayağı qoydular. Onu koruyorlar. O tarafında hamısı oluşlar da böyle. Onlarınki de burada bunların ferması var. O yakınlıkta bunların fermaları var. Tabii fermanın yanına götürürler. Yol gelirdi buraya. Yukarı taraf. Yukarı taraftan önce keçirler daha. Gelirler Pastanefi de bu yüzden gelirler. Esas onların yolu yukarıdadır. Yarışı ferması değiller. O fermanın yanına bizi böyle herlerler Qəlbidən bəri gəlir. Pastayan özü atılan işləyirlər onlar. İndi hal-hazırda maşınla da gedirlər. Sonra onların fermaların içerisinde her bir fermasında çoxlu böyle yatacak yerleri, karabin gülleri. Benzini vertolyotla getirirler. Neyle getirirler? Bana gelen mesaj. Ancak vertolyotla getirirler onlar. Başka. Ama indi adamlar benzinleri dolmaz. Yəqin ki yoktur, ancaq ehtiyatları var da maşınların hal-hazırda işləyir, maşınlar işləyir. Bir də ki yalda ən çox onlarda şifrləri zadı gülləliyiblər. O peş var qabaqda. O peçi zadı hamısını güllə ilə dağıdıblar. Çoxlu karabin gülləsidir, avtomatdır, yine kalibrlidir. Sonra şprislər var, adına razı şprislər çoxdur. Adına razı şprislər hamısını onlar başqa edilmiş. Şprislər. O bir dəfə istifadə olmaz. Bir dəfə istifadə olunandır, yəqin ki narkotikə qəbul edirlər və şpris o dağın başına nəyə lazımdır. Keçi zadı gülləliyiblər, yəqin orada yeyirlər, içirlər, nəçə zad çəkirlər. Sonra da qayıdıb gülləliyirlər və dağılırlar. Ancaq belə şeylərdən istifadə edirlər. Şimdi şu anda suyu koyuyorlar. Bəli. Ne fark? Spina! Равняйся! Равнее его начальника. Selamünaleyküm. Yoldaş Muayyer. Водный взвод. Водный vзвод öz xidməti borcunu yerinə yetirib Suriye düzəldir. Azad. Azad. Şimdi yazımız istəmir. Sələfində necə düşər? Hamısı yaxşı deyil. Yaxşı, qayda. Ermənilər hücum eləmişsiniz? Yox. Gəlin də yavaş. Nətərdir bəli? Hər şey öz qaydasındadır. Özünüzü niyə kırmamışsınız? Çok olmuş. Eşimde çok Dostdan imkan yoxdur da ki. Gündəlik çıxsada dostlar.
Her şey öz qaydasındadır uşaqlar. Bəli. Nə narazılığınız var? Nədən şikayətiniz var? Heç nə. Patronu. Qorxub eləmirsiniz ki? Yox. Hər bir şeyə hazırsınızmı? Bəli. Təqdir sağ ol. Hazırsınız. Başqa bəlkə sualın? Valina. Uşaqlar, hal-hazırda bilirsiniz ki, Çaykentdəki vəziyyəti, ona görə də erməni ekstremistlərinin hərbi itkilərlə bu saat onların arasında vuruşma gedir. Ona görə bizim uzvod da onlara köməyə getməliyik. Hamınız maşına tez triboqa ilə oraya hərəkət etməliyik. Всем спуститься вниз. Или вниз, или за кустарник. Или вниз, или за кустарник. Здесь от площадки не должно быть. Для вашей безопасности, безопасности полета. Hamını dala geçsin. Koca almış siz zaman olsun. Değiller ki düş. Aşağı. Gitmişsen yer orada ya. Ben geçmeyeceğim. Gidin dala. Aşağı. Давай, Бенис. Давай, kardeş, tutun kardeş. Kardeş, tutun bir yere verin. Burada yaxşı, burada bir də heç bir gəlsə bir şey. Geçsin. Durun. Qardaşlarla gözünü alın. Ha? Давай. Сколько свинит? А тулын aşağı. А бурun tулын aşağı. Çırpıyorlar. Çırpıyorlar. Только в этом месте. Проход по проезжей части. Площадки, посадки не будет. Еще. Поймите, здесь много женщин, детей, есть ветераны. Все обращаются с одинаковой просьбой, как люди подходили. В первую очередь женщины, дети.
те, кто беспомощны здесь, у кого плохое здоровье. Прекратите лишние разговоры. Поэтому я сейчас прошу всех, обращаюсь к мужчинам. Мужчинам, пригласите женщин и всех, кто находится здесь, вниз. Посмотрю, кого отправлять в первую очередь. Мы должны выбрать тех, кто нуждается в помощи. В первую очередь. Не отправиться как можно быстрее. Вы каждый стремитесь к утирайте. Но так не получится. Временно не можете вы все зайти в вертолет. Поэтому порядок мы организуем сейчас. Так будет быстрее и безопаснее. Убедительно прошу, садитесь все. Вот здесь площадки спуститесь вниз, чтобы не правильно, без лишнего шума и разговоров. Так, вот здесь, садись, пожалуйста. Посмотрите, какие примерные Зачем? Вот теперь молодцы, вот хорошо. Все будет в порядке, не переживайте, мы вам поможем. Помогите вы нам, чтобы здесь было без лишнего шума. Oturun daha oturun. Sonunda oturun. Aman çata. Oturun hamınızı götüreceğim. Я понимаю, Да не надо перемещать, не надо. Все. Бери иголку еще. Так, ребятки, вы давайте здесь повнимательнее. Есть что железный? Sonra. Sonra da ne? Çekin, eleyin. Sonra biz bu kazeri danışmışız. Ölürler. Der bizim öy yıktılar. Kim? He? Kim yıktı? Sakallı. Uçaktalar bunu. Kaç nesiydi bu şekilde yaşlı? Arkadan. Yok. Ocak arvadan. 71 yaşında. Sahi mi? Sağ kurban olur. Ha bilirəm. Bu söy də bu ermənləri də söy. Ermenilerin yeryüzünden kazılsın. Bu Özlerini ölüpler, özlerini elediler. Qulaq Özlerini elediler. İlk uşağı çubuğuna qoydu da. Gördüm ağızlar, sıktılar, hepsi yıktılar, yaptılar. Uşağın nə Ne günahı var? var, ne günahı var? Kırıldılar yeryüzünden. Ya abi bravo. Ha. Tartına. Hadi çabuk. Ondan nasıl ayrılacak? Hep bütün uşak kendini sorun dalgağa hoş geliyor.
Traktörist idi burada, bir geçen traktörist var idi. Dünən buraya gəlmiş. İlham müəllimə də dedim. Şimdi bu gün hemen traktörün magnetasını koymuşsun, içine yaptık, böyle sizin ağzına koymuşsun, koyduk. Bu da benim traktörist hand masaj, olmayan bir altın senesini yaptırdım. Ben olmuşum, benim değil. Ben de dedim. Hatırladın mı? Bilmiyorum. Hatırladın mı? Bilmiyorum ben. Bilmiyorum tanıyorum. Ha. Eşeğe de çekme. Eşeğe çek, yaprak çekme diyorsun. Yaxşı söhbətə yaxın gəlir. Söhbət eləmir. Çayın içindədir. Çayın içində. Yox, sabahları belədir də. Sabahları biz bura yığışmayacağıq. Cəmaət bura gəlsin. Biz gələcəyik tezdən rıbzavada. Nə yazın burada? Tezdən gələrik rıbzavada. Aşağı öyle. Gələrik evlərinizdir bacalsın. Orada hamısını satarsınız, alarsınız. İndi belə də əmələ gəlib, nə deyim? Yaxşı olacaq. Düz danış, nə belə? Belə nədir? Evinin işini bilirəm. Evinin işini ne getsən? Getmirəm, da indi alarsınız, verərəm sizə. Yox, elə yox, Niyə getsin deyirəm. Genç baylıklar mecbur eləyir. Nə? Getməyim. Getmə də qal yaşa. Qardaş da, bunu da təkmən qalmaram ki, cəhmatla gedirəm da. Yarzə yazmışam öz əlimlə. İki köçüb gedirəm. Yox, biz kimləri məcbur eləyəm? Kömürlü gelsin. Ha, kölünü gedirəm mən. Bayında Azərbaycanlılara nə arzuluyardınız? Azərbaycanlardan çox razıyam. Bax, canım üçün böyüsün. Özdə həmişə sizin çörəklə də böyükləmişəm. Özdə 25 il Sabirabad rayonunun Kölən kəndində işləmişəm. Özdə Balapikə müəllim də kənd soveti olub. Zətdə sədirdə kimi də öldü özü də. Nəysə. Ha. İndi bütün bu işlərin günahını kimdə görürsünüz? Qardaş, mən bilmirəm. Özümüzdədir, bilmirəm. Özümüzdə olar da indi. Ya da yalan danışmıram. Özümüzdədir. Yalan demirəm. Yalan deyirsə nə xeyri var? Oyununu alır da deyir özümüzdədir günahlar hamı. İndi bizdədir. Nəsə axırı gedirik da. Bunun kökü Dağlıq Qarabağdan başladı. Ermənilər dedi ki, Dağlıq Qarabağ bizimdir və biz Ermənistan... Ona görə də qalxıb. Ona görə qalxıb. Nə görə? Qarabağ dediklər bizimkidir. Ona görə də qalxıb. İndi sizin fikrinizdə Qarabağ kimincidir? Qarabağ indi biz həmişə mən özüm demişəm ki, biz Azərbaycanski pasportdan yaşayırıq. Bizdə elə mən öz ürəyimdə həmişə elə dava eləmişəm. Şəxsi olaraq Qarabağ kiminkidir? Qarabağ sizindir da indi kimindir? Azərbaycanın. Ha da Azərbaycanındır. Və hamı bilir də bu təkdir mən deyiləm o. Üzünü obyektə şişir. Hə? O zaman yaşlı. Hep bunları Allah'a sağlık. Kaç tane yaptı bunlar? O şey... O başım var ya. Bu eşekler Arap var. Parada da şu 3 manat bakıyor. Hemen buraya gel. Görsen ne kadar var? Kiralar. Torpaq tutmuşuq, söngərmişik. Göç edəmə çox etdik. Çox. O qədər işləmişəm orada. Ağdaşda, Gökçəydə, Yovlaqda, Sarapir var. Mənlə bu oğlan onların ötəri də Gəncədə biz hamı. Yovlaqda, Salahlıda. Deyirəm, nə mən deyməkdən desəm ağlamağım gəlir. O qədər hörmət etmizə, o qədər. O maşını kim verib? O maşını xanlarda mənə idara verib. Yaxşı işlədiyimizə görə. Allah işləməyə görə.
30 il, 35 il bir il arada işlemişim. Belge verdi. Özü məni çağırdı dedi bu maşını sana çatıb. Biz o kilet verib. Bir maşın bana verib, bir maşın bu oğlana verib. Özü də elə saxlamışam. Baxırsan indi. Ben İndi bu 4-cü ildə, bu 4 ildə, bu 4 heç sizin imkanınız olmadı çıxmağa, yok özür məktub dilerim. yazmağa. Kim desə ki Yol başarıdır yox yalan. idi, nəçəlnik. Yol olsaydı, Yol kimə kəsmişdi? buradan qorxurduq getməyə. Qorxurduq getməyə. Yol açıq olsaydı, Yox, burada başı. bir adam qalmazdı. İndiyə kimi. Ha. O Siz yaxşı fikir el, amma yol açıq olsaydı, yolda Yol həmişə açıq idi. yok. uşaqlara döydülər, maşını qırdılar, ondan qorxduq. Yok ha öyle. Burada içərinizdə sizin şeydən var idi. Ha, de burada Qorxuzan, yəni ki, siz getməyin, içərinizdə bu şey. Merkeze gitmek olmaz şu. Yer getmək Ha, olmaz. belki kişi Bayağı var. bir yer. Ama ben bağlamayacağım şu. Ben 11 ay başaramamışım bir defa Yerevan gidip şeker hastayım ki Balisa'da reçet olmuş. Bir kişi hayla olmaz. Papak koyana beceri oturmak olmaz. Eğer adamlara bak burada tutur. Gayet sen beceriden Ya geçemezsin. kimi nə qalırdı? Yol açıq olsaydı gedir. 3 tane kağıt medisinski spravkalı aparmışam bir senden gitmişim. Ben 4 aydır orada Balisa'da yaşıyorum. Nereye? 35 yıl Aziz Park'ta şoför işlemişim. Bak Aziz Park'ın ben direktör hala bu saatte işleyeyim. Yine bir maşın var kənddə. Hə. O da fırqon kimi. Vurup işləyir.